Mən açmışam, görmüşəm ki, məsələn, babasından qalma kitabdır, hədiyyə edib kiməsə. Mən demişəm ki, bunu apar qoy, qalsın evdə, saxla yadigar. Bu xatirəli dolu bir kitabdır. Məndə foto var idi, 1800 neçənci ilə aid idi. Alman turist aldı, apardı. Bakının küçələrindən birində kiçik bir dükan var. Rəfləri kitablarla doludur. Köhnə plastinkalar isə hər küncündə diqqəti çəkir. Bu dükan 30 ildən çoxdur ki, Bukiniz kimi fəaliyyət göstərən Camal Abdullayevin kitab evidir. İçəri daxil olanda kitablarla dolu pilləkənlər və müxtəlif illərə aid posterlər qarşımıza çıxır. Burada kürəyini arxayınlıqla söykəyə biləcəyin divarlar da kitablarla örtülüdür. Bəlkə də dünyadakı ən etibarlı divarlar məhz bunlardır. Sonralar bizi bu kitab evinin sahibi Bukiniz Camal Abdullayev qarşıladı. Söhbət zamanı o musiqilər və kitablar arasında keçən ömründən, xatirələrindən danışdı. 90-cı illərdə Sovet dövləti dağılanda kitabların bir növ hörmətdən düşmə prosesi başladı. Köçüb gedənlər çoxaldı, deməli, kitabları başladılar bir növ, yəni hörmətsiz yanaşmaq, hara gəldi atdılar, neynədilər. O dövrdən, yəni kitabları qorumaq məqsədi ilə bu işə başladım. Mən sizə deyim ki, elə kitab var ki, o kitabı ələ alanda bilirsən ki, bu kitabı ikinci əldə öyrə, bu 10-cu əldir. 70-ci illərdə bayramlarda şagirdlər öz müəllimələrinə, sinif rəhbərlərinə kitab hədiyyə edirlər. Görürsən ki, bir də kitab düşüb əlinə ki, bir sinif dalım, 10-cu B sinifindən öz sinif rəhbərlərinə bir hədiyyə, bir kitabı bir sinif uşaq alıb müəllimə hədiyyə edirlər. Elə kitab olub ki, mən açmışam, görmüşəm ki, məsələn, babasından qalma kitabdır, hədiyyə edib kiməsə. Mən demişəm ki, bunu apar qoy, qalsın evdə, saxla yadigar. Bu xatirəli dolu bir kitabdır zat. Yəni belə şeylər olub. Dram teatrının artisti Cəfər Namiq Kamal, Mirzə Fətəli Axundovun deməli Hacı Qara komediyasını qoymaq istəyirlər tamaşaya. Onun əsərlərinin lazımdır. Mən tapdım, verdim Kiril əlifbası ilə. Yəni ən axırıncı olub. Belə yəni müxtəlif dövrlərdə müxtəlif məşhur adamlar burada gəlib olub. Plastinkalarda musiqiyə qulaq asanda digər şeylərdə qulaq asmaqlarında fərqini görürlər ki, orijinal səs, səsin yüksək, yəni tembri, yəni və orijinallıq hiss olunur. Ən köhnə plastinka deməli 1930-cu ildə olan plastinka olub, Azərbaycan deməli musiqisi olub. Mən onu saxlayıram burada. İndi yazısı da pozulub. Bu Azərbaycanda təranə deməli musiqi şey olub. Orada deməli istəsə olub. Bunun tamamilə yazısı oxunur, gördüyünüz kimi deməli itib. Məndə mərhum məşhur bizim bəstəkarımız Asəf Zeynallının şəxsi imzası ilə olan onun notları olub. Məsələn, mən əvvəl onları satmaq istəmədim. Sonra musiqi ilə məşğul olan konservatoriya tələbələri məndən gəldilər, aldılar, elədilər. Adam istəyir saxlasın. Kitab evində diqqətimizi çəkən detallardan biri də divardakı foto şəkilləri idi. Əvvəlcə bu şəkillərin Camal Abdullayevin öz uşaqlığına məxsus olduğunu düşünsək də, o bizə onların da tarixçəsini danışdı. Qadın evli, mən bilən axırıncı, ailənin son deməli, qocalmış, rəhmətə getdi, qonşusu mənə danışdı. Bir ailə deyil, məsələn, görürsən, atası vardı, həmin qadına oxşayır, mənə elə gəlir, bu yoldaşı olur belə. Yəni bu evin son adamı bu olub, yəni o da rəhmətə getdi, sonra ev satılıb yəni ki, qalan övladların təzə nəsildə indi dağılıb gedib də Avropaya, Rusiyaya, Ukraynaya və mən danışıram 50-ci, 40-cı, 50-ci illərdə. Ukraynalı ailə idi, o şəkillərdən, o atlarda var, bəzilərinin arxasında atlar yazılmışdı. Onlar atlardan bilirdim ki, bu Ukraynadır. Məndə foto var idi, 1800 neçənci ilə aid idi. 3 də qız dayanıb, Çar Rusiyasının dövründə foto. 3 də pazro qarlarını bilmədi. O dövrün paltarları hesab edir. 1890 neçənci ilin şəkli. O dövrün o geyim forması, Çar Rusiyası dövrünə geyimləri, qızların dayanmağı hesabı belə qeyri-adi idi. O, Alman turist aldı, apardı. Ola bilər ki, hardansa bir turist gələr, neçə ildən sonra bu şəkli görə deyər ki, bu mənim nənəmin şəklidir. Nəvəsi gəlib çıxa bilər. Yəni ki, belə şeylər qeyri-adi hadisələr baş verir.
Yazı yoxdur. Dalında yazılırdı kimdən kimə, neçənci ildə çəkdiriblər. Bakıda çəkilən şəkillər vardı, sonra Ukraynada çəkilən şəkillər var, Xarkov şəhərindən nə var, fikir ver. Görürsən, burada yazı var, görürsən, napamiyyət, görürsən, yadigar olaraq. Cavan ailə şeydir, görürsən, yoldaşı ilə çəkir. Kim bilir bu kitab evindəki kitab vərəqləri illər ərzində nə qədər gizli məktuba, nə qədər qurudulmuş gülə ev sahibliyi edib. Hər bir səhifə sadəcə sözlərdən ibarət deyil. Onlar zamanın özü ilə dolu xatirələrini də saxlayır. Bir zamanlar kimsə bu kitabları oxuyarkən divanın küncündə yuxuya qalıb. Səhifələr arasında həyatını, arzularını, kədərini və sevinclərini gizlədib. Göründüyü kimi bu Kinis Camal Abdullayevin kitab evi təkcə kitab dükanı deyil. Burada hər rəf, hər köhnə vinil, hər kitab vərəqi bir hekayə, bir yaddaşdır. Hər oxucu burada öz hekayəsinin bir parçasını tapa bilər. Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim Media.